Necəsən bala? Orada vəziyyət necədir? Narahat olma ana. Burada sakitlik. Yox, acı qalmaq nədir? Elə indi çörəyimizi yeyirik. Meyvəmizə qədər hər şey var. Hərbi hissədəyəm. Yerimiz rahatdır ana. Yaran qalma. Yox nə soyuq? Burada da isti var. Gəl görəsən. Biz ehtiyatdayıq ana. Hələ çox arxadayıq. Artıq düşmənin arxasındayıq. Hücuma hazır olun. Cəbrayıldayıq, Füzulidəyik, Zəngilandayıq, Qubadlıdayıq, Şuşadayıq. Çetin anda mətin olanlar, bizə zəfəri siz kazandırdınız. Zəfər günümüz mübarək. Bizim şanlı ordumuzun 44 günlük müharibəsi 21-ci əsrin müharibəsi. 44 günlük müharibənin hər bir günü zəfər günü. Hər gün biz qabağa gedirik. Biz gəlmişik bura qalib kimi. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bütün dünya bizim qələbəmizdən danışır. Dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq. İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam zəfəri ilə nəticələndi. Bu tarixi hadisədir. Prezident kimi əziz xalqıma söz vermişdim. Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Gün gələcək, Azərbaycan bayrağı bugün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq. Və bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər silahlı qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bundan böyük xoşbəxtlik ola bilməz. Həm mənim üçün, həm Azərbaycan xalqı üçün, həm bütün dünya Azərbaycanlıları üçün. Azərbaycan xalqının çox əsrlik tarixində buna bənzər parlaq qələbə olmamışdır. Şuşa əməliyyatı, bütün digər 44 gün ərzində apardığımız hərbi əməliyyatlar hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Mən sizi və bütün Azərbaycan xalqını Zəfər günü münasibəti ilə ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycan silahlı qüvvələrinə. Qarabağ Azərbaycandır. Ətirli bir səhərin xəbərini aldıq. Dedilər ki, başlayıbdı əskər qisasın. Murovdağın zirvəsində bayraq ucaldı. 44 günə vətənin yarası sağaldı. O gün bütün Azərbaycan ayaq üstə. Yetişdi o müqəddəs an qeyrəti göstər. Əskərimi güllələyənlər namaz üstə. Qardaşları hər birinin qisasını aldı. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri.
Milletin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Milletin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Benden kaçtı, üstünü çekip Raçına birinci giren oğlanlar. Halaldı lan aslanım. Sağ ol koca, sağ ol. Ya Rəbbim şükür sənə eşitdin bizi. Şuşa məscidində gəlir əzanın səsi. Bu haqq yoludur, haqq savaşı, haqqdır zirvəsi. Azad oldun canım, vətən sındır qəfəsi. Allah bizə qismət etdi zəfər xəbərin. Hər evdə intizar dolu qəlbin harayı. Qarabağın rahat olsun, vursun ürəyin. Bu xalqıma hədiyyədir Allahın payı. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin. Unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalıb artıq. Cənnətin qapısından baxır şəhidlərin. Tarixə yazıldı bugün qələbən sənin.